Müəllimə, formativin nəticəsi harda qeyd olunur? Formativ bildiyimiz kimi, deməli, məktəb daxili qiymətləndirmədə formativ şagirdin bilik və bacarığının izah edilməsidir və o məktəbli kitabçasında qeyd olunur. Bəs yaxşı müəllimə, sinifdə utancaq şagirdiniz var, auditoriya qarşısına çıxış etmək istəmir. Bu halda nə edərsiniz? Bu halda belə olub, müəllimə, mənim şagirdim olub ki, məsələn, utancaqdır, lövhəyə çıxmağa, yəni belə utancaqlıq eləyir. Belə olan halda ona icazə verirəm, yerində öz fikirlərini izah eləsin, çatdırsın mənə. Elə şagirdimdə olub ki, hətta o yerində də cavab vermək istəmir. Deyir ki, müəllimə, mən yazılı cavab verim. Elə halda olub. Hətta mənə yazılı cavab da verib. Bəli, yazıb mənə verib onu. Bəli. Yoldaş qiymətləndirməsinin əhəmiyyəti nədir müəllimə? Müəllimə, sözsüz ki, belə deyək də, yoldaş qiymətləndirməsi əhəmiyyəti odur ki, biz bunu yəni ən çox cütlərlə iş zamanı həyata keçiririk. Cütlər formasında, yəni biz iş verərkən biz şagirdlərdə o empatiya hissini, o rəy vermə bacarığını formalaşdırırıq. Yəni ümumiyyətlə cütlərlə işləyən zaman şagirdlər bir-birlərini, yəni empatiya da yanaşırlar, bir-birlərini yaxşı dinləyirlər, əməkdaşlıq edirlər, ünsiyyət qururlar bir-birlərinə. Yəni bu da onların formalaşmasına müsbət təsir göstərir. Maşallah. Diaqnostiki hansı üsullarla aparırsınız Fidan müəllimə? Diaqnostik, bax, mən bir tarix müəllimi olaraq şifahi formada keçirirəm, sonra test formasında keçirmişəm, sonra hətta esse formasında da keçirmişəm. Yəni şagirdin ilkin biliklərini yoxlamaq məqsədi ilə onların güclü və zəif tərəflərini yəni ön plana gətirmişəm və onlara uyğun növbəti cari planlaşmada nəzərə alaraq hər şagirdə uyğun, yəni onların bilik və bacarıqlarına uyğun tapşırıqlar vermişəm. İxtisasınızla bağlı nələr oxuyursunuz? Hal-hazırda ixtisasımla bağlı tarixi şəxsiyyətlərlə bağlı kitablar oxuyuram, tarixi kitablar. Sonra bundan əlavə bütün test toplularının hamısını işləmişəm. Analiz Sayevin həm Azərbaycan tarixi, həm ümumi tarixini bitirmişəm. Əlavə kitablar da oxuyuram. Yəni mən boş qalmıram. Hər zaman özlərimdə işləyirəm. Tarixi şəxsiyyətlər haqqında əlavə biliklər mənimsəyirəm. Doğru, qəşəng müəllimə. Təşəkkürlər Fidan müəllimə. Buyurun. Maşallah müəllimə, maşallah.